Həcə burada yazıblar ki, bu həci işi olmadı ha. Bu 60 manata baha qoymusan bu. Bax qardaş, Qabırğanı. indi sən mənə elə bir yerdə yaxaldın, menyu da yoxdur həmdə. Bax menyuda lülə kabab 7.50, tikə kabab 8, toyuq 5. Sən yemək istəyirsən 5 manatlıq, 8 manatlıq gəl onu yedə. Vacib deyil ki, bir şeyin mayası çoxdursa, çox qoyulur. Mən onu 40 manat alıb 20 manata verə bilmərəm. Sən gücün çatır buna. Bunu yeyirsən, mənim gücüm çatır buna, mən bunu yeyirəm. Mən başa gücüm çatmır yemək oturub evdə yemək yeyirəm. Yəni o deyil ki, mən də burada xeyriyyət fondu deyil də burada başa mən də burada pul qazanmalıyam, cəmaata maaş verməliyəm, arenda verməliyəm, işıq pulu, qaz pulu, su pulu, vergi, hər şeyin də bir yeri var da. Nə olur bir dənə şey çıxardıram, bir damcı qiyməti 10 manatı keçən kimi həcə bu həcəlik olmadı. Hadi mən neyniyim? Başına dönsən. Adam bilmir nə danışır. Obyekti bağlı. Allah hamur olsun versin. Allah bizim xalqımıza o qədər imkanlı eləsin ki, vallahi deyirəm. Mən 500 manatı yemək çıxardanda desin ki, heç nə 500 manatdır da. Allah hamur olsun versin. Öpürəm, qulluğunuz da. İşində ol, bura. Heç nə fikir vermə.